Bismillahirrahmanirrahim. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Verilən suallardan biri də bərzəx haqqındadır. Bərzəx nədir? İnsan dünyasını dəyişdikdən sonra bərzəxdə başına nə işlər gəlir? İnsan öldükdən sonra, ruhu bədənindən çıxdıqdan sonra yaşadığı dünya, aləm, bərzəx aləmi, dünyası hesab olunur. Bərzəx sözünün mənası da fasilə deməkdir. Fasilə yaradan bir şeyə bərzəx deyilir. Elə ona görə də bərzəx aləmi dünya ilə qiyamətin arasında öldükdən sonra, bu dünyadan çıxdıqdan sonra qiyamətdə dirilənə qədər bu fasilədə olduğuna görə ona bərzəx deyilir. Bərzəx adından əlavə də onun müxtəlif adları da hədislərdə gəlmişdir. Məsələn, kiçik qiyamət. Bəziləri ona kiçik qiyamət deyir. Çünki orada da sorğu-sual olduğuna görə, öləndən sonra da insan sorğu-sual olunduğuna görə, orada da insan əzab olunduğuna görə, yaxud da orada da insan xeyir, bərəkət, firavan, xoş həyat gördüyünə görə bunu kiçik qiyamətə o kimi deyib yazıblar. Qəbr aləmi, başqa bir adı qəbr aləmidir. Bəli, əlbəttə qəbirdən məqsəd təkcə insanın bastırıldığı və bədənin çürüdüyü qəbir deyil. Bir mənəvi cəhətdən ruhların insan o dünyaya köçəndən sonra başqa bir bədənin formaya aldığı bir aləmə qəbr aləmi deyilir. Bəzən də ona misal aləmi də deyilir. Nə üçün misal aləmi? Çünki ölən insanın ruhu bədəndən çıxdıqdan sonra bu bədən qəbrə qoyulur. O başqa bir bədənə keçir. Bəli, başqa bir bədənə keçir. O bədənin özünə misal bədəni deyiblər. Bu bədənə oxşuyur, amma fiziki deyil, cismani deyil, onun çəkisi yoxdur, onun bu dünyada olan bədən kimi ölçüsü yoxdur. Bəs biz onu necə başa düşək? Öləndən sonra bərzəxdə olan həyatı necə başa düşək? Alimlər buna gözəl bir misal vururlar, yuxunu. Baxın, dünyasını dəyişən insan bizim bəzən yuxumuza gəlir, bizimlə danışır, hətta gələcəkdən xəbər verir, bilmədiyimiz həqiqətlərdən bizə xəbər verir. Baxmayaraq ki, onun qəbri, onun bədəni qəbrə qoyulub, çürüyüb, amma illərlə üstünə keçəndən sonra o bizim yuxumuza gəlir. Biz onu tanıyırıq. O hansı bədəndədir? Axı qəbirdəki bədən çürüyüb. O hansı bədəndədir? Həmin olduğu bədənə misal bədəni, yaxud da ki, bərzəx bədəni deyilir. Bu dünyada olan bədəndən ayrılır, bərzəxdə olan bədənə keçir. Ona bərzəx bədəni, misal bədəni deyilir. Və yuxuda görürsən ki, bizə həqiqət danışır. Gələcəkdən xəbər verir. Doğrudan da biz o adamın yuxudan ayılandan sonra yuxuda bizə dediyini həyata keçdiyini görürük. Deməli, həyat var, yaşayır, biz onu tanıdıq, amma daha cisimdən yox. Nə zamandan başlayır bərzəx aləmi? Bərzəx aləmi insan dünyasını dəyişəndən, ölüm mələyi Əzrail əleyhissalam, yaxud da ölüm mələkləri onun canını aldıqdan, ruhu bədəndən çıxandan, yuyulmaq, kəfənə bükülmək, namaz qılınmaq, dəfn olunmaq, qəbrə qoyulduqda sorğu-sual, sorğu-sualdan sonra ona verilən həyat, yaxşı yaxud da pis, nemət, əzab verilir və sonra ta qiyamətə qədər olan həyat, qiyamət bərpa oluna qədər olan həyat bərzəx həyatında baş verənlərdir. Bu ölçüdə. Bərzəx həyatını hamısı görəcəkmi? Bəli, İslam mənbələrimizə əsasən bərzəx həyatının özü həm möminlər üçün var, həm qeyri-möminlər üçün var. Yaxşılar da o həyatı görəcək öləndən sonra, pislər də görəcək. Amma fərq bundadır ki, yaxşılar onu behişt formasında, nemət, xoş, firavan, xoşbəxt görəcəklər. Pislər isə o aləmi, öləndən sonra olan bərzəx aləmini cəhənnəm, pis, acı, əzab formasında görəcəklər. Qur'an-ı Kərimdə bərzəx haqqında məlumat varmı? Bəli, Qur'an-ı Kərimdə bərzəxlə bağlı ayələr var. Hətta bərzəx kəlməsi Qur'an-ı Kərimdə Möminlər surəsində işlənmişdir. Qur'an-ı Kərimdə Möminlər surəsində Allah təala buyurur: "Hətta izə cə'a ahadəhumul maut, qala rabbirci'uni." Nəhayət onlardan birinin ölümü çatdığı zaman Allaha belə deyər: "Ey Rəbbim, məni qaytar." Arzu elər ölən insan ki, ölüm soranı məni bu dünyaya qaytar. "Ləalli a'malu salihan fima taraktu." Bəlkə dünyada qoyduğum şeyləri, yaxşı bir işi görəm. Bu dünyada görmədiyim işləri, yaxşı işləri yenə davam edəm görəm. Kəlla, xeyr. Cavab gələr, olmaz. "Və min varaihim barzaxun ila yevmi yub'asun." Bu onun dediyi söz boş sözdür. Dediyi iddia heç də həqiqət deyil, boşdur. Və onların qarşısında qaldırılacaqları günə qədər bərzəx vardır. Bərzəx vardır. Bu cümlə
Möminlər surəsində 100-cü ayədə işlənmişdir. Hədislərimizdə necə? Hədislərimizdə kifayət qədər bərzəxlə bağlı məlumat vardır. Mən onlardan birini İmam Sadiq əleyhissalamın bərzəx barəsində buyurduğunu danışıram. İmam Sadiq əleyhissalam bir gün üzün tutur qarşısında əyləşənlərə və onlara bərzəx haqqında məlumat verir. Buyurur ki, bütün şiyələr, əlbəttə həqiqi şiyələr, Əhl-i Beytin davamçıları axirətdə Peyğəmbərin və onun canişinləri, Allahın salamı olsun onların vasitəsilə behiştə daxil olacaqlar. Yəni şəfaət vardır, onlara kömək olunacaq qiyamətdə. Sonra imam buyurur, vallahi, and olsun Allaha, ətəxəvvəfu aleykum fil bərzəx. Mənim sizin üçün qorxduğum and olsun Allaha bərzəxdir. Qiyamətdə inşallah şəfaət var. Amma bəs qəbr aləmində, bərzəxdə öləndən sonra sizin üçün qorxduğum bərzəxdir. Ona hazır olmaq lazımdır. Qarşı tərəf imama sual verir ki, bərzəx barəsində sual verir, imam buyurur, Əl-qəbr munzu hinə məvtihi ilə yevmil qiyamə. O qəbirdir, insan öləndən qiyamətə qədər olan o fasilədir. İmam bərzəxin də o tərifini orada bizə çatdırır. Bu hədis Şeyx Küleynin Əl-Kafi kitabında gəlmişdir. Burada bərzəx həyatından danışanda belə bir sual ortaya çıxır. İnsan öldükdən sonra bədəni qəbrə qoyulur, çürüyür. Axı ondan sonra hansı həyat ola bilər? Cavab, insan öldükdən sonra bədəni qəbrə qoyulur və çürüyür. Amma insanın ruhu qalır. Bu bir. Bizim ruhla bağlı məlumatlarımız var. İndi ruhla bağlı dəlillərimizi deyəcəyik. Məcburuq bərzəxdən danışanda ruhun həqiqətini sizə danışaq. İki, dediyimiz kimi bundan öncə insan öləndə, ruhu bədəndən ayrılandan sonra bu dünyada olan cismi, fiziki, cismani bədəni torpağa qoyulur və çürüyür, aradan gedir. Amma bərzəxdə başqa bir cismə keçir. Ona bərzəx cismi, misal aləmi də deyirlər. Yaxşı, ruhu isbat eləyək. Görə doğrudanmı öləndən sonra, bizim bədənimiz çürüyəndən sonra ruh varmı? Ruhla bağlı ağılla olan dəlil bundan ibarətdir. Bizim test edildiğimiz bir mən varımızdır. Mən. Bu heç də bizim bədənimiz deyil, bizim cismimiz deyil. Bizim həqiqətimiz, həqiqi varlığımız, insanlığımız o məndir. O mənin özündə alimlər gözəl bir misal vururlar. Baxın, buyururlar ki, bir insana siz 40 yaşında bir şillə vurmusunuz. Ona bir işgəncə vermişsiniz. Üstündən 30 il keçib, o insan sizi indi 70-80 yaşında sizi tapıb və sizə deyir ki, siz mənə vaxtda bir şillə vurmusunuz. Siz deyə bilərsiniz ki, mənim bədənim o vaxt olan deyil, dəyişilib. Sizin bədəniniz dəyişilib. 40 il bundan olan qabaq bədən, baş, əli, ayaq deyil. Amma sizin mənliyiniz, şəxsiyyətiniz, insanlığınız qalıb. Bax, o ruhdur. İnsan bəzən bu bədənin istəyi razılaşmır. Bu bədən acır, yemək istəyir. Amma sən o yeməyi ona vermirsən. O hansı qüvvədir? Bəzən insanın gözü bir şeyə baxmaq istəyir. Amma bir içərdən qüvvə onu baxmağa qoymur. İnsan bəzən bir sözü demək istəyir. Daxildən bir his ona bu sözü deməyə qoymur. Bax, həmin o insanda olan adını nə qoyursunuz? Qoyun, dilimiz ona ruh deyir. Qur'an-ı Kərimdən əlavə necə dəlillər varmı? Bu ağılla bağlıdır. Ağılla bağlı əlbəttə bir əlavəni də yuxu ilə bağlı eləyək. Ola bilər yuxuda bir insan illərlə üstündən keçib, ölüb, torpaqda hətta çürüyüb, bədəni aradan gedib, amma bizim yuxumuza gəlir. Biz onu bir bədəndə görürük. Bax, o bərzəx aləmidir. O ruh və bədəndir. Və həmin vaxtda hətta ona danışırıq, bizə bəzi məlumatları verir. Yuxudan ayılandan sonra onun verdiyi məlumatları biz həqiqətdə görürük ki, onun verdiyi məlumatlar düz çıxır. Həyat var və o həyatda bərzəx həyatı deyilir. Yaşadığı bədən, gördüyümüz bədən ruhla yanaşı bərzəx bədənidir. Və Qur'an-ı Kərimdən də buna bizim dəlillərimiz var. Bəli, Qur'an-ı Kərimdən Allah Teala Saffat surəsində peyğəmbərlərə salam göndərir. Nuh peyğəmbərə, İbrahim peyğəmbərə, Musa və Harun, Allahın salamı olsun, onlara salam göndərir. Deməli, həyat var ki, ruh var ki, Allah da onlara salam göndərir. Bəs hədislərdə necə? Bəli, hədislərimizdə də var. Peyğəmbərimiz Allahın salamı olsun, ona və pak Əhl-i Beytinə qəbristanlığa gedər. Qəbristanlıq əhlinə salam verərdi və onlara danışardı. Peyğəmbərimiz Allahın salamı olsun, ona və Əhl-i Beytinə Həzrəti Əleyhisselamın anası Fatimə binti Əsədi torpağa tapşıranda ona təlqin eləyir. Təlqin ölünü qəbrə qoyanda ona bəzi deyilən sözlərdir. Allah barəsində səndən soruşacaqlar, bunları de. Peyğəmbəri soruşacaqlar, bunları de. İmam barəsində soruşacaq, bunları de. Kitabın barəsində soruşulacaq, de. Qiblən barəsində soruşulacaq, de. Bir-bir bunlar imamların adına qədər çəkilir. Deməli, o orada başa düşür. Onun bir həyatı var. Bu həyatdan yeni bir həyat başlayır. Bax, ona bərzəx həyatı deyilir.
O cümlədən də Peyğəmbərimiz pislərlə bağlı Bədr döyüşündə öldürülənləri bir quyuya tökür, onlarla danışır. Yanında olanlar təəccüb edir, Peyğəmbərdən soruşur və Peyğəmbərin cavabı bu olur ki, onlar, üzr istəyirəm, siz onlardan daha yaxşı eşitmirsiniz. Belə bir məzmunda cavab verir. Peyğəmbərimizi qəbrə qoyanda Həzrət Əslam onlarla, Peyğəmbərlə danışır. Xanım Fatimə Zəhra salamı əleyhə dəfn etdikdə onunla danışır. Bu onu bizə çatdırır ki, deməli onlar bizi eşidirlər və onlarla əlaqə qurmaq, onlar bərzəx həyatını yaşayırlar. Hətta bəzi hədislərdə var. Ölən insan, dünyasını dəyişən insan onun cənazəsini dəfn etməyə gələnləri görür, onların ayaq səslərini eşidir və öləndən sonra bəzən ölənlərə icazə verilir, onlar öz evlərinə gəlsinlər, ev əhlini görsünlər. Onları yaxşı halda gördükdə sevinirlər, pis halda gördükdə narahat olub qayıdırlar. Bu da hədislərdə deyilənlər idi. Bərzəx həyatı ilə bağlı Quran-ı Kərimdən ayələri çəkdik. Deməli, bərzəx həyatı var və Qurandan buna dəlillərimiz var. Yaxşı, Quran-ı Kərimdə bərzəx həyatının yaxşı və pis olduğuna dəlillər varmı? Quran-ı Kərimdə bir neçə zalim qövmlə bağlı, o cümlədən də Fironla bağlı, bərzəx həyatında əzabla bağlı ayə vardır. Qafir surəsinin 46-cı ayəsinə baxa bilərsiniz. Allah Teala orada Firon dünyasını dəyişib, hal-hazırda o ölüb, Quran-ı Kərimə əsasən suda boğulub Musa peyğəmbərin dövründə. Allah Teala o surənin ayəsində belə buyurur ki, onlara od ərzə olunur axşam və səhər. 2 dəfə Firon və onun ətrafına qiyamətə qədər onları oda aparıb yandırırlar. Səhər, axşam onları oda tərəf aparırlar. Bu Quran ayəsidir. Bu pislərlə bağlı. Amma yaxşılarla bağlı şəhidlər. Şəhidlərlə bağlı Quran-ı Kərimdə həm Bəqərə surəsində, həm də Ali İmran surəsində Allah Teala buyurur ki, onlara ölü deməyin. Sonra buyurur ki, onlar ruzi qazanırlar. Yurzaqun kəlməsi vardır. Onlar ruzi payını Allahdan alırlar. Deməli, öləndən sonra yaxşıların da həyatı var, pislərin də. Pislərin həyatı dediyi Quran-ı Kərimdən Qafir surəsində Firon və onun dəstəsi odda yandırılır, səhər və axşam. Amma yaxşılarla bağlı bərzəx həyatında şəhidlər var. Şəhidlər dünyasını dəyişiblər, onlara ölü deməyin, onlar bərzəxdə ruzi yeyirlər, ruzi alırlar, öz payını alırlar. Bu da bərzəxlə bağlı Quran-ı Kərimin dediyi. Qəbirdə sorğu-sual. Bəli, bərzəxdə insan qəbrə qoyulanda onunla sorğu-sual olunur. Peyğəmbər və onun pak əhl-i beytin kəlamlarına əsasən onlardan Allah barəsində soruşulur, Peyğəmbər barəsində soruşulur, din, hansı dində məktəbdə olduğu soruşulur, əqidə barəsində soruşulur, imamları barəsində soruşulur. O cümlədən də bəzi hədislərə əsasən qısa ömürlə bağlı, var-dövlətlə bağlı sual-cavab da olunur. Orada olunan əzab və ya xoş həyatı biz hiss edə bilərikmi? Əvvələn Quran-ı Kərimə əsasən, Peyğəmbər və pak əhl-i beyti Allahın salamı olsun onlara, onların buyruğuna əsasən onlar orada yaxşı yaşayanlar var, bərzəxdə pis yaşayanlar var. Biz amma bunu ola bilsin başa düşməyək. Başa düşməkdən ötürü buna alimlər misal vururlar ki, İnsan yuxuda onu necə görür? Bəzən ölənlərimiz yuxuda orada vəziyyətlərin yaxşı olduğunu danışırlar. Bəzən də pis olduğunu danışırlar. Bax, bu onların yaxşı həyatından, pis həyatından bizə verilən məlumatdır. Yaxud da ki, alimlər buyururlar ki, bir insan yatıb, sən kənardan ona baxırsan, o pis yuxu görür, hətta qışqırır və deyir, məni yandırırlar. Yanında ilan var, amma bir anda baxırsan ki, onun yanında ilan yoxdur. Onu yuxudan ayıldırsan, deyirsən, nə olub? Deyir, indi yanında ilan vardı. Hətta yuxudan ayılandan sonra o qədər yuxunun təsirində olur ki, deyir, ilan buradadır, ətrafına baxır. Deməli, həmin bərzəx həyatı da belə bir formadadır. Biz onu başa düşməsək də, bu sadə misallarla bizə müəyyən qədər o həyatın nə olduğu başa salınır. Elə ona görə də Həzrəti Əleyhisselamın özü o həyat barəsində buyurur ki, وَالْقَبْرُ رَوْلَةٌ مِنْ رِيَاضِ الْجَنَّةِ Qəbr ya cənnət bağlarından biridir. Av hufratun min hufarin nar. Yaxud da cəhənnəm od quyularından biridir. Əgər yaxşı sorğu-suala yaxşı cavab verərsə, ona cənnətdən bağlar verilər, pəncərə açılar, oradan ona nemət gələr. Yox, əgər orada sorğu-suala cavab verə bilməsə, cəhənnəmdən ona bir qapı pəncərə açılar, ona cəhənnəmdə əzablar gəlib ona verilər. Bərzəx həyatında bizə fayda verən əməllər varmı? Hədislərimizə əsasən bərzəx həyatında insanın namazı ona kömək ola bilər, zəkatı ona kömək ola bilər, həcci, tutduğu oruc və o cümlədən də xüsusən də bu dünyada qəbul etdiyi haqq olan rəhbərlər, imamlar, vilayət onun əlindən tuta bilər. Əksinə,
bu dünyada olan pis əməllər bərzəx həyatında onun yaxasından yapışa bilib, onun qəbrini zülmətlə, şeytanlarla, ilanlarla, əqrəblərlə doldura bilər. Bərzəx həyatında öləndən sonra insana qəbr evində, bərzəx həyatında hansı əməlləri ziyan vurur, zərər verir? Hansı əməllərdən uzaq olmalıyıq ki, öləndən sonra qiyamətə qədər yaşadığımız bərzəx dünyasında bizə əzab olunmasın? 1. Namazı yüngül sanmaq. Hər kəs namaza yüngül yanaşarsa, bərzəxdə, qəbr evində ona əzab olunar. 2. Zəiflərə kömək etməmək, məzlumlara, zəif olanları əlindən tutmamaq. Baxın, bizim dilimiz nə qədər dəqiqdir. Buyurur ki, hər kəs bu dünyada bir zəifin, gücsüzün, məzlumun əlindən tutmasa, ondan kömək istəyənə kömək etməsə, bərzəxdə buna görə o əzab olunacaqdır. 3. Qeybət. Qeybət elə bir günahdır ki, qiyamətdən əlavə öləndən sonra qəbirdə, bərzəx həyatında bizi ona görə incidə bilərlər. 4. Söz gəzdirmək, soxançinlik, ara vurmaq ki var, o günahlardandır ki, bərzəxdə, qəbirdə insanı əzab edilir. 5. Nəcisdən çəkinməmək, paklığına riayət etməmək. Kimisə öz paltarını, bədənini nəcasətdən qorunmursa, napak saxlayırsa, təbii ki, bu bədənin paltarları pak olmayacaq və buna görə də bərzəxdə o adam əzab olunacaq. 6. Ailədən kənar çəkinmək, ailənin haqlarını qorumamaq, ailə ilə əxlaqla davranmamaq, onlara kobud davranmaq. Ki, Peyğəmbər sahabəsi, Allah rəhmət eləsin, Səid ibn Məzunanla bağlı hadisə var. Baxmayaraq ki, Peyğəmbər onu dəfn eləyir, Peyğəmbər onun qəbrinə qoymağına kömək edir, bütün işlərini Peyğəmbər kimi böyük şəxsiyyət ona cənazə namazı qılır, dəfnində iştirak eləyir, amma anası onu tərifləyəndə behişt sənə nuş olsun dedikdə, behişt sənə halal olsun dedikdə bir anda Peyğəmbər anasına qayıdıb ki, tələsmə, indi qəbr onu sıxdı. Yəni, o qoyulan qəbir yox, dedim ki, bərzəx qəbri ki var, onu sıxdı ruhunu, yaxud da bərzəx bədənini, səbəbini ailəsi ilə bəd əxlaq, xoş əxlaqlı olmaması ilə, kobud davranmağı ilə əlaqələndirilir. Bu əməllər bərzəxdə bizə əzab edir. Əksinə, hansı əməlləri etsək, qəbr evində əzab olunmarıq, bizə orada xoş keçər. Öləndən sonra qəbirdə əzab olunmamaqdan ötürü bunlara diqqət etməyimiz lazımdır. Şəhidlik. Çalışın bu dünyadan köçəndə şəhadət şərbətini için və şəhidliklə bu dünyadan köçün. Bərzəxdə isə rahatlıq olar. Şəhidin ilk qanı, ilk qətrə bu dünyada yerə düşən kimi Allah onun günahlarını bağışlayır və onlar şəhidliyi qazanandan sonra orada ruzi sahibidirlər. Quran-ı Kərimdən ayəni də diqqətinizə çatdırdım. Ali İmran surəsi 169-cu ayə. Allah yolunda öldürülənləri ölü hesab etməyin, bəl əhyaun, onlar diridirlər, ində rabbihim yurzaqun. O dünyada bərzəxdə ruzi sahibidirlər. Onlara ruzi verilir. Şəhidliklə ölənin bərzəxi yaxşı olacaq. 2. Dini təbliğ. Əgər görsəniz bir adam dini, əqidəsi zəifdirsə, ona kömək etsəniz, onun əqidəsini, imanını möhkəmləndirsəniz, ona bu dünyada dini yolunu azıbsa, hidayət etsəniz, bu sizin əlinizdən tutacaq. Həzrəti Əleyhisselamın buyurduğu hikmətli kəlama əsasən qəbr evində ona yaxşı olar. Əgər görürüksə, kiminsə əqidəsində boşluq var, əqidəsində yolunu azmaq var, gərək ona kömək eləyək. Bax, bu bizim qəbrimizdə bizim dadımıza çatacaq. 3. Cümə axşamı və cümə günü ölmək. Allah Teala cümə axşamını və cümə günü fəzilətli etmişdir. Hər kəs hədisə əsasən cümə günündə ya cümə axşamında ki, şərafətli bir gecə dünyasını dəyişərsə, Allah ona lütf eləyər, ona qəbr əzabı olunmaz. Qəbr əzabı ona olunmaz. Allah bizi cümə axşamı, cümə günü dünyasını dəyişənlərdən qərar versin. Namaza diqqət, xüsusən namazın rukusuna. İmam Baqir Əleyhisselam buyurur ki, hər kəs rukusunu kamil etsə, ona qəbr əzabında qorxu olmaz, vəhşət olmaz. 5. İmamət və vilayətə diqqət. Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyurub ki, hubbi və hubbi əhl-i beyti, məni sevmək, əhl-i beytimi sevmək, nafi'un fi səb'əti məvatin, insana 7 yerdə kömək eləyər, əhvaluhunnə azimə, çox çətin qorxusu olan, əzəmətli, böyük olan bir yerdə. İndəl vəfat, dünyasını dəyişəndə, Peyğəmbər və onun əhl-i beytini sevmək dadımıza çatacaq. Və fil qəbr, qəbrə qoyulduqda dadımıza çatacaq. Və indəl nuşur, qəbirdən qalxanda bizə kömək olacaq. Və indəl kitab, kitab əlimizə, bizim qovluğumuz, əməl dəftərimiz əlimizə veriləndə əlimizdən tutacaq. Və indəl hisab, məhkəmə, hesab kitab vaxtında bizə kömək olacaq. Və indəl mizan, tərəzi qoyulanda, əməllər ölçüləndə və indəl sırat. Sırat körpüsündən keçəndə Peyğəmbər və onun pak əhl-i beytini sevmək ki, ən çətin yerlərdir. Bu 7 yerdə
Peyğəmbər buyurur ki, əlimizdən tutacaq. Çox mühümdür. Peyğəmbər əhl-i-beytin sevməyi, məhəbbətini ucuz tutmayın, buna yüngül yanaşmayın. 6. Salavat göndərmək, çoxlu salavat göndərmək. Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i-beytinə buyurur ki, mənə salavat qəbr evində qəbrin nuranı olmağına, işıqlı olmasına səbəb olar. 7. İmam Hüseyn əleyhissalamın ziyarətinə getmək. İmam Hüseyn əleyhissalamın ziyarətinin çox faydaları var. O faydalardan biri də budur ki, İmam Hüseyn ağanın əleyhissalam qəbrini ziyarət edən insana qəbr əzabı olmaz, ona qəbr əzabından nicat verərlər. Kərbəlayı gedənlər xülasə öz qədrini bilsinlər. 8. Xanımlarla bağlı, 3 dəstə xanımla bağlı hədislərimiz var ki, Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i-beytinə buyurur. 3 dəstə qadınlara qəbr əzabı olmaz. Çətindir, qəbr əzabı ağırdır. Kim, hansı xanım istəyirsə, bu 3 dəstədən olsun gərək və ona qəbr əzabı da olmaz. İnşallah Peyğəmbərin Allahın salamı olsun ona və əhl-i-beytinə buyurduğuna əsasən. Və qiyamətdə də xanım Fatimə Zəhra ilə bir yerdə məhşur olar. Nə gözəl. Bu 3 dəstə xanım qəbr əzabı görməyəcək və xanım Fatimə Zəhra salamı əleyhə bir yerdə qiyamətdə məhşur olacaq. 1. O qadın ki, ərinin kasıbçılığına dözüb səbr edir. Dözür. Daha əri evə bir şey gətirməyəndə ona davadaş eləmir. 2. Qadın həyat yoldaşının pis əxlaqına səbr edib dözür. Əlbəttə, bu deməkdir ki, kişi bunu davam etdirmək. Kişi günahkardır. Gərək kişinin qabağı qarşısı alınsın. Amma daha boşanmaya getmir, dözür, səbirli olur. Əvəzində o xanım, ərinin pis əxlaqına dözən xanım qəbr əzabı görməyəcək, qiyamətdə xanım Fatimə Zəhra ilə məhşur olacaq. Salamullah əleyhə. 3. Öz mehriyyəsini həyat yoldaşına bağışlayır. Evlənəndə qadınlar mehriyyə qoyurlar. Evlənməyin payıdır. Allah qadınlara bu haqqı verib, onu ərindən tələb eləmir, onu ərinə bağışlayır. Pul, qızıl və ilahi hər şey ola bilər. İnşallah ona qəbr əzabı olmayacaq və qiyamətdə də xanım Fatimə Zəhra salamullah əleyhə ilə bir yerdə məhşur olacaq. 9. Yaxşı işlər. Hər kəs yaxşı işlər görərsə, xeyir işlər görərsə bu dünyada və o xeyir işlər ölənə çatarsa, onun bərzəxində yüngül olar. Hətta hədislərimizdə var. Ölənlərinizə hədiyyə göndərin. Nədir o hədiyyə? Dua, istiğfar, Allahdan bağışlanmaq istəmək. Birinci qəbir gecəsi xüsusilə çətin gecədir. Bərzəx həyatının qəbir gecəsinin birinci gecəsi çox çətin keçir. Həmin gecə buyururlar ki, sədaqə verməklə ölənlərinizə rəhm edin. Əgər sədaqə verməyə malınız, imkanınız olmasa, 2 rükət namaz qılın, onlara hədiyyə edin. Xüsusən də vəhşət namazı. Qılınma qaydasını öyrənənlər, istəyənlər bilə bilərlər ki, vəhşət namazı qılmaqla, sədaqə verməklə ölənlərimizin həmin gecə işini rahatlaşdıra bilərik. İmam Sadiq əleyhissalamdan soruşurlar ki, biz ölənlərimiz üçün namaz qıla bilərikmi? İmam Sadiq əleyhissalam buyurur ki, bəli, hər vaxt ölü qəbirdə sıxıntıdadırsa, çətinlikdədirsə, ona siz namaz qılıb hədiyyə göndərirsiniz, o namaza görə ona hədiyyə olundu, o rifahda, asayişdə, rahatlıqda qərar tutur və ona deyilir, bu asayiş, bu əzabın yüngülləşdirilməsi, rifah o namazdır ki, filan mömin qardaşın sən üçün qılıb hədiyyə etdi. Möminlər, mömin qardaşlarına bu namazı qılmağı unutmasınlar. Sonra imam buyurdu, İnnəl meyyit lə yəfrahu bit-tərahum aleyhi vəl-istiğvar ləhu kəma yəfrahul hayyu bil-hədiyyə. Dirilər hədiyyə veriləndə sevindikləri kimi, ölənlər də onlara rəhm edib Allahdan bağışlanmaq diləyəndə sevinirlər və bu işdə razı qalırlar. Necə ki, dirilərə də hədiyyə verəndə sevinirlər. Ölənlər də bunun üçün sevinirlər. Sonuncu bəhsimiz budur. İnsan sağlığında bəzi işlər görə bilər. Öləndən sonra bərzəx həyatında ona fayda versin. Eşitmişsiniz, çox tez-tez danışılan bir şeydir. İnsan öləndən sonra yaxşı övlad tərbiyə edib qoysa, övlad yaxşı işlər görəndə orada da atasına fayda gedir. 2. Qur'an-ı Kərimi özü istifadə edib, başqalarına verir, sonra istifadə etməyə, Quran çap eləyir, Quranı alır, bağışlayır məscidlərə, oxuyanlara. Nə qədər Quran oxunursa, təbii ki, o da ondan fayda aparır bərzəxdə. 3. Quyu qazıb, bulaq yaxud da su vasitələri insanlar üçün qoyub gedib. 4. Ağac əkib, kölgəsindən, meyvəsindən insanlar istifadə edirlər. 5. Nəsə bir xeyir bir iş düzəldib, insanları yığıb bir faydalı bir yol qoyub gedib özündən sonra. Nə qədər ki, insanlar o faydalı şeydən istifadə edirlər, o da faydalanır. 6. Xeyir, salih əməllərdir ki, onun yerinə yetirilsin. Namazlar qılınsın, həccə gedilsin, Kərbalaya gedilsin, kasıba yardım olunsun və niyyət olsun ki, bunun savabını veririk biz başqalarına, ölən insanlara. Ki, bunlar hamısı öləndən sonra da bizə faydası çatacaq ki, məscid tikmək də həmçinin ondan hesab olunur ki, nə qədər məsciddə namaz qılınır, məsciddən faydalanırlar, məscid tikənlər də axirət dünyasında, bərzəx aləmində ondan fayda götürürlər. Bərzəx aləmi ilə bağlı mövzularımız genişdir. Mən bu qədər buna kifayətləndim. Hər halda
ölümə hazır olmaq lazımdır. Öləndən sonra bizi bərzəx həyatı gözləyir. Qiyamətdən qabaq, cənnət, cəhənnəmdən qabaq bərzəx həyatına hazır olun. İmam Sadiq əleyhissalam dediyi kimi bizim üçün qorxduqları bərzəx həyatıdır. Bərzəx həyatına ciddi yanaşın.